Hə? İndi dayı demək ondan da pis. O deyildi Şiəyə kimin hər şey partlayacaq, biz yetirə bilməyəcəyik. İndi başlayıb İran adlanan yerə siz dediniz ki, ay demək ki partlayışlar olur. Bəs cəmaatiyə baxın görün, şəhər. Pensiyada olanlar, tibb bacıları, ondan fəhlələr, hamı çörək izləyir, yavaş-yavaş qorxu da tökülür və deyirlər ki, yaxşı Amerika bu işi başlayıbsa, ya İsrail bu işi başlayıbsa, gəl qutar, ay düşübləri burada xaric daxil belələr, ay sizin qiriyyətiniz şərəfiniz harada qalıbdır, Amerika təyyarəsi gəlir, bəs sənin qiriyyətiniz şərəfin harada qalmışdı ki 47 il, 40 il, Xumeyni, oturur diyor orada deyildi, Qital ayəsini oxuyun və hamını zorlayırdılar, qız uşaq 10 minlərcə adamı qırırdılar. Yalandan Səddamla savaşı bahanə eləmişdilər, uşaq, böyük hamısını qırdılar 10 min nəfər. 10 minlərcə adamı zindanlarda, evin zindanında, Allah-u Ekber duvarının yanında, sıqqılı uşaqları, onda da qiriyyət şərəfi harac etmişdi. Hə? Və demək ki, o Suriyəni gördün nə günə qoydular, milyonlarca adamı qırdı, bunlar getdi qırdılar. Bunlar, Xaməni açıq deyirdi. Və ondan nə oldu? Ərağı gör nə günə qoyublar. Və demək ki, dünyanı otalığa qoyublar və İran adlanan yerdə hamını qırırlar, hər gün də qırır. Və bu 40 min nəfəri 100 günündən qaba öldürəndə və qiriyyət şərəfi hara getmişdi, insanlıq, vicdan filan. Hə? Cəmaat da deyir ki, bunlar bizi ki qırır, indi Amerika ilə bunların hesabı tərs düşüb. Amerika da gəlib deyir ki, bizim o terror əməllərimiz, filanız, gəlmişəm hesab kitabı sürüdən. Yox, onda biz də gələcəyik Azərbaycanlı. Hələ hesab olmadan gəlib Azərbaycanlı qırır. Azərbaycanlı, dur ayağa sinöyə vurur, ver qabağa, Amerikanın qabağından. Mənə vur, paslara vurma, bəsiziyə vurma, ittilatıya vurma, tırnaq çəkənə vurma, uşağı zorlayana vurma, çörəyimi oğurlayana vurma. Gedib demək ki, Avropada, Amerikada, başqa yerlərdə insanları terörləyənləri vurma. Hə? Ona görə odur da mənası yoxdur. Qoy qayıtsınlar bunlar, təzədən gəlsinlər, canımıza daraşsınlar. Bu bir dənə murdar çıbandır ki, gərək bunu məhv edilər. Ya düşmanın əli ilə, ya şeytanın əli ilə, ya Allahın əli ilə fərq eləməz. Gəlib deyəcək, apara deysən ki, ədu şəvət səbəbi xeyrəgər xuda xair. Allah istəyəndə demək ki, düşman da xeyrlərə səbəbkar olar. Hə? Belədir. Cinayəti o qədər qaldırdınız və bilmirsiniz cinayətlərinizin ucubatındandır ki, oradan demək ki, Yahud millətindən biri gəlir, gəlin mən qutarım da. Sərqivələ tərsinə zat devranıdır indi. Və yaxud Amerikadan Trump gəlir, Trump biləz biləndən nə deyir? Deyir, ay İranlılar, mən sizin yaxşılığınızı biləndən başlayıb deyir. Deyirsən, aha, biləysən, deyə bu sözlərdir. Bunlar hücuma keçəcəklər. Trump ki başladı deyək ki, ey İranlılar, mən sizi yaxşılığınızı istəyəm, sizə kömək eləyəm, istəyəm bu rejimin əlindən sizi qutaram. Yəni, və dünyanı terrorun əlindən, sözünün qabağında kimsənin bir sözü yoxdur, terrorun əlindən qutaracağım dünyanı. Nüvə silahı düzəldir. Nüvə silahını əldə etsək, biləcək ki, mən xox gələcək. Aya Türkiyənin yadından çıxıbmı ki, əllərində Uzi, avtomatlar oluyor, balaca Uzi'dir. Avtomat, İsrailindir. Onunla belə İstanbulda belə, sokaklarda, Tehran rejimin teröristləri belə tuturdular. İstanbulda 4-5 il bundan qabaq. İstanbulda adam qalmırdı, terör eydilər. O Kürt zindəşidən tutmuş, Kürt teröristlərini alırdılar, yollayırdılar bura, Türkiyədən. Terör eydilər, adam oğurlu eydilər. Ora gələn müsafirlər, İsveçli olsun, ondan Avropalı olsun, Türkiyədən oğurlu eydilər. Bu rejim. İndi birində də Türkiyədən təəssüf olsun çıxır. Demək ki, davay İran savaşır İran. Əfəndim, yerüz rahatdır. Mustafa Kemal Atatürk'ün qurduğu dövlətdə oturubsan, ordu oradadır, bilirsən ki, ona da kimsən dişi bata bilməz. Ona görə demək ki, caduza düşüb ki, vay dədavay, bunlar müsəlman deyir bu İran adlanan yerdə oturanlar. Bunlar İslamın düşmanıdırlar. Qatışıq bir şey gözlərindən orada qoşub qurublar molla formasında. Nə paltarları zamanla bağdaşır, nə əməlləri bağdaşır, nə insanlığı başa düşürlər, heç zadı yox. Təhsə demək ki, qarınları malla qabaqda veriblər bir də o İnqilab Qvardiyasından, dədəsiz, nənəsiz, az, lüt, avara və özlərinin də bilirsiniz nə vardı? Kanadada bu günləri ən çox pulları o İran adlanan yerdən aparanlar kimdir? Həmin bu İnqilab Qvardiyasının adamları, xavərilər filan, milyardlarla Kanadaya daşıdılar. Amma bu gün o gün olub ki, Kanada deyir ki, çıxın buradan. Milyardlarla aparıb, milyardlarla Amerikaya aparıblar, bunlar hamısı. Dədə-nənəsiz adamlar, İngiltərəyə. Həmin ki o qeyblərə qatılıb, deyirlər, Muştaba, hardasan, gəldi, Əhməd hardasan? Əhməd itib. Amma gedin görün İngiltərədə, Londra'nın ən bahalı yerlərində evlər kimindir. Və bir şey də var. Tehranda, İran adlanan yerdə siz bir dənə uşaq
Elə ki, uşaq dünyaya gəlmək üçün pul da tapırsınız, xəstəxana tapılmır. Demək ki, buradadır, deyəsən klinika hardadır. Klinika da tapılmır filan. Amma Muştafa, Seydəli Xameneyinin nəvəsi Londrada yolladılar. Neçə aylarla orada qalsın və demək ki, uşağı orada doğuzdu hamısı. Mallaların hamısı gedir Londrada, Almaniyada, Kanadada əməlləri keçir deyirlər, orada çəkir eləyirlər özlərini. Sonrasından, amma yeri gələn də Amerika ilə savaşır, İngiltərə ilə savaşır.